Salam uşaqlar. Bugün baxırıq DİM-in 2020-ci ildə keçirdiyi 3-cü qrup Azərbaycan dili qəbul suallarının izahına. Başlayaq birinci sualımızdan. Deməli, əlbəttə ki 2020-ci il korona vaxtına düşdüyünə görə nisbətən imtahan asan tipli olub, amma nəyə görə əvvəlki illərin qəbullarını işləmək əsasdır? Çünki hər il istisnasız olaraq hər il ötən illərin qəbullarından ən az 2-3 sual, variant, cümlə eyni şəkildə düşür. Hətta daha da artıq ola bilər bu. Bəzən sualın özü variant düşməsə də cümlələr eyni cümlələr düşür. Ona görə əvvəlki illərin qəbullarını işləmək imtahana getməzdən öncə 11-ci siniflər üçün əsasdır. Çox uzatmadan baxaq birinci sualımızın izahına. Deməli, hansı cümlədə ilə bağlayıcı kimi işlənmişdir? İlə sözünün bilirsiniz ki, həm bağlayıcı ola bilər, həm qoşma ola bilər. Biz necə fərqləndirirdik onu? Əgər iləni və ilə əvəz eləyə biliriksə, bu zaman bu bağlayıcı idi. Düzdür? İləni və ilə əvəz eləyə bilmədiksə, bu zaman ilə olur qoşma. İndi baxaq. Vüsal öz məktəb yoldaşları ilə çox mehriban dolanır. Vüsal öz məktəb yoldaşları və mehriban dolanır demək olmur. Burada və ilə əvəz eləyə bilmədi. Burada qoşmadır. İkinci cümlədə, yəni B variantında həmçinin əməlinlə uyğunlaşsın, əməlin və uyğunlaşsın deyə bilmirəm. Yenə də bu da oldu qoşma. Bağlayıcı kimi götürə bilmərəm deməli. İmran kişi indiki işçiləri ilə fəxr edirdi. İndiki işçiləri və fəxr edirdi demək olmur. Və ilə əvəz eləyə bilmədim. Oldu qoşma. Rüstəm kişi otaqdan çıxan kimi pərişan bir uşaq sevinci ilə Mayanın boynunu qucaqladı. Sevinci və Mayanın boynunu qucaqladı demək olmur. Burada da həmçinin və ilə əvəz eləyə bilmədim, oldu qoşma. Yalnız Y variantında Sabirin gülməyi ilə ağlamağı bir-birindən seçilmir. Sabirin gülməyi və ağlamağı bir-birindən seçilmir. Və ilə əvəz elədim, buradakı ilə oldu bağlayıcı. Cavabımız olur Y variantı. İkinci cümlədə, daha doğrusu ikinci sualımızda nümunədə buraxılmış durğu şəraitlərini müəyyən edin. A kişi, sən bir kasıb adamsan. Uşaqlarına ali təhsil verməyə gücün çatarmı? A kişi, vergül, çünki xitabdır. Sən bir kasıb adamsan. Hər cümlədən bir yadınıza saxlayın. Tabeli, tabesiz fərqi yoxdur. Bilirsiniz, mürəkkəb cümlə olsun və ya sadalanan sadə cümlələr olsun, fərqi yoxdur. Əgər bir cümlə bitibsə, ondan sonra mütləq vergül qoymaq lazımdır. Əlbəttə ki, özündən sonra başqa bir cümlə başlayırsa, mütləq vergül qoymaq lazımdır iki cümlənin arasında. Sən bir kasıb adamsan. Xəbərdən sonra vergül. Uşaqlarına ali təhsil verməyə gücün çatarmı? Sual işarəsi. Deməli, nə oldu? Yuxarısı da var. Mən niyə yuxarını oxumadım? Hüseyin bəy üzünü Murada tutub dedi. Bu, müəllifin sözü kimi gedir. Artıq özündən sonra qoşa nöqtə qoyuruq. Hüseyin bəy üzünü Murada tutub dedi. Müəllifin sözü, qoşa nöqtə. Əgər cümlə qarşısından verilsəydi, bu cümlə bunun qarşısından buradan verilsəydi, bu zaman dırnaq açacaqdım. Amma müəllifin sözündən sonra cümləni keçib altdan veribsə, baxın altdan verib, yanından verməyib ki, altdan verib. Bu zaman bu dialoq sayılır. Əvvəlindən deməli tire işarəsi qoymağa məcbursunuz. Qoşa nöqtə 1 tire 2 vergül sual işarəsi. Deməli qoşa nöqtə tire 2 vergül sual B variantı. Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir? Vasitəsiz nitq. Elçin təmkinlə, bu müəllifin sözüdür, qoşa nöqtə qoyursan. Gülnar, hardan bildin müəllifin sözüdür? Çünki özündən sonra böyüklə başlayan söz gəlib. Həmçinin belə baxanda da bilinir, çünki cümləni oxuduqda məzmununa da tutacaqsınız. Gülnar, niyə yatıb yuxuya qalmısan? Deyər və dərhal əlavə edərdi. Deməli, Gülnar, vergül, çünki xitabdır. Niyə yatıb yuxuya qalmısan? Sual işarəsi qoyuruq. Vergül tire deyər. Və dərhal əlavə edərdi. Vergül tire. Eybi yoxdur. Vergül, çünki bir cümlə bitdi, o birisi cümlə başlayır. Səhər yuxusu şirin olur. Burada da qutardı. Deməli, dırnağımızı Gülnardan açdıq. Gülnar, vergül. Niyə yatıb yuxuya qalmısan? Sual işarəsi, vergül tire deyər və dərhal əlavə edərdi. Vergül tire. Eybi yoxdur, vergül, səhər yuxusu şirin olur, deməli, dırnağı bağlayırıq. Nə oldu indi? 1, 2, 3,
4,1, 2, 2 dənə də tiri. Bizdən sıxam istəyirik. Mən niyə bunu tapıram? Deməli, Elçin təmkinlə oldu müəllifin sözü. Gülnar, niyə yatıb yuxuya qalmısan? Vasitəsiz nitq. Deyər və dərhal əlavə edərdi. Müəllifin sözü. Eybi yoxdur. Səhər yuxusu şirin olur. Bu da olur həmçinin vasitəsiz nitq. Deməli, müəllifin sözü vasitəsiz nitq. Müəllifin sözü vasitəsiz nitq. Bunlar növbələşiblər. Bu da olur D variantı. Sual işarəsində qoyub hətta D variantı olur. Keçək 4-cü sualımıza. Söz birləşmələrinin birinci tərəfinin tələffüzünə əsasən məntiqi ardıcılığı tamamlayın. Çörək ətri. Çörək ətri əgər K-dan sonra sait gələrsə, əy gəlib, sait gəlib, K-Y-ya keçir. Burada K-Y əvəzlənməsi çörək ətri olacaq. Ürək ağrısı həmçinin K-dan sonra sait gəlib, yenə K-Y əvəzlənməsi baş verir. Kəpənək uçuşu yenə həmçinin K-dan sonra sait gəlib, K-Y əvəzlənməsi baş verir. Biz də yenə məntiqə uyğun olaraq K-Y əvəzlənməsi baş verən sözü tapacağıq. İpək parça özündən sonra samit gəlib getdi. İnək südü özündən sonra samit gəlib getdi. Çürük alma K-dan sonra görürsünüz sait gəlib. Burada da həmçinin K-Y əvəzlənməsi olacaq. B variantı. Bilik qazanmaq samit gəlib özündən sonra xıştırıq olacaq. Çörək zavodu özündən sonra samit gəlib xıştırıq olacaq gedir. K-dan sonra sait gəldikdə Y keçir. Onu da öyrəndik bu sualda. B variantı. 5-ci sualda. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ömrü alını. Baxaq. Ümumi isimdir. Hər ikisi ümumi isimdir. Ömrü də, alını da hər ikisi ümumi isimdir. Biz burada bir rəqəmliyək, rahat olsun bizim üçün variantlarda. Belə suallarda həmişə çalışın özünüz qıraqda rəqəmləyin ki, sonra qarşılıq olmasın. Ümumi isimdə hər ikisi. Ortağa verirəm alın, A variantını. Deməli, ömür də ümumi isimdir, alın da ümumi isimdir. Mücərrətdir, ömür sözü mücərrətdir. Birə B-ni verirəm. Adlı halda olduğunu əminliklə söyləmək olar. Yadda saxlayın, əminliklə bir şeyin halını söyləmək olur deyirsə, siz bunu bədən üzvlərinə aid edirsiniz. Bilirsiniz də bu qaydanı. Bu qaydamız var idi. 2-ci hecasındakı qapalı saytın düşdüyü isimlər qaydası var idi bizdə. Bir tərəfdə var idi ömür, nəsil, fəsil, qəbir, sətir, sinif tipli sözlər. Bir tərəfdə də var idi alın, çiyin, qoyun, burun, ağız, bu tip sözlər var idi, hansı ki biz bunlara bədən üzvləri deyib qruplaşdırmışdıq ki, bədən üzvləri həm hal, həm mənsubiyyət, daha doğrusu bədən üzvləri yalnız mənsubiyyət şəkilçisi qəbul edəndə saytını itirir, hal şəkilçisi qəbul edəndə öz saytını itirmir. Digər qrupdakı sözlərsə, hansı ki ömürdür, sinifdir, nəsildir, fəsildir, cisimdir, bu tip sözlərsə, yəni bədən üzvü olmayanlarsa, həm halda, həm də mənsubiyyətdə öz ikinci hecasındakı saytı itirir. Deməli, burada fikir verin, adlı halda olduğunu əminliklə söyləmək olar. Bir sözün halını əminliklə söyləmək olursa, yadınızda saxlayın. O söz ömür, nəsil, fəsil, cisim tipli olan qrupa girmir. O söz bədən üzvləri olan qrupa girir. Çünki bədən üzvlərinin halını əminliklə söyləmək olur. Alnı deyəndə, məsəl üçün deyirəm ki, onun alnı, nə bilim, böyükdür. Onun alnı. Nə oldu burada alnı sözü? Adlı halda, düzdür? Oldu adlı halda. Sən buna qayıdıb, məsəl üçün, təsiri hal deyə bilmərsən. Çünki təsiri hal olsa, biz dedik bədən üzvləri hal şəkilçisi qəbul edəndə kökündəki saytı itirmir. Təsiri hal olsa, gərək bu belə olardı. Alını belə olmalıydı. Amma əgər bir saytı düşübsə, əmin ola bilərsən ki, oradakı mənsubiyyət şəkilçisidir. Amma ömrü sözündə həm halda, həm də mənsubiyyətdə itirir. Məsəl üçün, onun ömrü desən, onun ömrü. Bu zaman olacaq, ömrü yazılacaq da, olacaq adlı halda. Bir də desəm, məsəl üçün, ömrü, nə bilim, başa çatdı. Ömrü başa çatdı, məsəl üçün. Belə də deyəndə, buradakı ömrü nəyi, yox, belə deməyim də, ömrü başa vurmaq deyim. Ömrü başa çatdı deyəndə yenə mənsubiyyətə düşür. Ömrü başa vurmaq desək, məsəl üçün, nəyi ömrü? Buradakı ü şəkilçisi artıq təsir yal şəkilçisi olacaq. İkisi də eyni yazılıb, bu da, bu da. Amma biri təsir yaldır, biri adlıqdır. Bunu dəqiq demək olmur. Amma alnı sözünü dəqiqliklə demək olar. Çünki onun konkret bir qaydası var. Deməli, üçüncü, yəni C variantı aid oldu 3-ə. 3-ə aid eləyirəm C-ni. Qəbul etdiyi şəkilçinin təsiriyal yoxsa mənsubiyyət şəkilçisi olduğunu ancaq cümlə və ya birləşmə daxilində müəyyən etmək mümkündür. Bax, bu bayaq dediyim, dəqiq demək olmur. Halını mənsubiyyət yoxsa hal şəkilçisidir demək olmur. Bu da gedir 1-ə, D.
Deməli, söz kökünün ikinci hecasındakı sait düşmüşdür. Bu da hər ikisinə aiddir. Normalda ömürdür, ömür, üsü düşüb. Normalda alındı, alın, ısı düşüb. Yaxşımı? Bu da oldu ikisinə aid, bu da Y. 1-ə B-də, 2-yə A-ya, 3-ə C. 1-ə B-də, 2-yə A-ya, 3-ə C. Yəni A variantı. 6-da zaman zərfliyinin fe'li birləşmə ilə ifadə olunduğu cümləni müəyyən edin. Zaman zərfliyi fe'li birləşmə ilə ifadə olunsun. Deməli, yazın axırlarından fe'li birləşmə olmayan cümlələri birinci ata bilərik məsəl üçün. Yazın axırlarından havalar çox isti keçir. Fe'li birləşmələr bilirsiniz də. Məstər var, maqmək, fe'li sifət var, ası, anən, sonra mış, acaq, bu tip şəkilçilərlə olan fe'li sifət şəkilçiləri, araqdır, armazdır, ıbdır, sonra dıqdadır, dıqcadır, bu tip şəkilçilərlə olan fe'li bağlama şəkilçilərimiz var. Deməli, fe'li birləşmələr bunlardan ibarət olur. Yazın axırlarından havalar çox isti keçir. Burada heç fe'li birləşmə yoxdur. Yəni, yazın axırlarından var, o da isim birləşmədir. Havalar isimdir vəbşi, çox burada ədat kimi keçir. Yəni, burada heç bir, belə deyim, fe'li birləşmə yoxdur. A variantını atırsan, səndən zaten fe'li birləşmə istəyir. Biz kəndə çatar çatmaz hava qaraldı. Burada var, armaz, fe'li bağlama şəkilçisi, fe'li bağlama tərkibi var burada. Bunu, məsəl üçün, təhlil eləyə bilərik. Qaraldı, nə, hava. Nə zaman biz kəndə çatar çatmaz. Nə oldu? Biz kəndə çatar çatmaz. Cümlədə oldu, nə zaman sualını verdin. Oldu zaman zərfliyi. Həmçinin fe'li bağlama ilə ifadə olunub. Fe'li birləşmə ilə. Biz kəndə çatar çatmaz. Fe'li birləşmə. Fe'li bağlama tərkibi. Cavabımız olur B variantı. Məsəl üçün C variantına diqqət yetirsək. Axşam hər tərəfdə tonqallar qanalır. Burada heç fe'li birləşmə yoxdur. Gedir. Sonra niyə belə elədi? Hə. D variantında işdən gələn qardaşım bir qədər uzanıb dincəldi. Dincəldi. Kim? Qardaşım. Daha doğrusu kim? Qardaşım. Hansı qardaşım işdən gələn? Nə qədər dincəldi? Bir qədər uzanıb dincəldi. Bu olur. Bir nə qədər sualını verdim. Kəmiyyət düzdür. Burada da var fe'li birləşmə, amma buradakı fe'li birləşmə kəmiyyət zərflidir. Bizdən zaman istəyir. Vasif bizə əhəmiyyət vermədən keçib getdi. Burada da həmçinin fe'li birləşmə var. Keçib getdi kim? Vasif. Necə? Nə tərzdə? Bizə əhəmiyyət vermədən. Fe'li bağlama tərkibidir, amma bu da həmçinin nədir? Tərzi hərəkət zərfliyidir. Bizdənsə nə istəyirdi? Zaman. Cavabımız ona görə olur B variantı. Keçək 7-ci suala. İlin sonu yaxınlaşdıqda tez-tez işıqlar sönür, sahə nəzarətçisinə edilən zənglər çoxalırdı. Məsəl üçün, bu sual tam yadımda deyil, amma deyəsən keçən ildə qəbulda işlədilmişdi. Çoxalırdı, nə? Mən niyə üstündən getdim? Çoxalırdı, nə? Zənglər. Hansı zənglər? Birinci təhlil eləyin. Həmişə variantları keçməmişdən qabaq şərti özünüz üçün təhlil eləyin. Fərqi yoxdur. Ən sadə, ən rahat şey belə olsa, birinci şərti təhlil eləyin. Çoxalırdı, nə? Zənglər. Hansı zənglər? Sahə nəzarətçisinə edilən, bütövlükdə təyin gedir, fe'li sifət tərkibi. Sönürdü, nə? İşıqlar. Deməli, nə zaman? Tez-tez. Necə, nə tərzdə? Tez-tez. Sönürdü. Nə zaman sönürdü? İlin sonu yaxınlaşanda. İlin sonu yaxınlaşanda. Bu da olur fe'li bağlama tərkibi zərflik. Deməli, zərflik, bu da zərflikdir. Mən niyə bunu təyin edim? Zərflik, mübtəda, xəbər. Təyin, mübtəda, xəbər olaraq ayrılır cümləmiz. Nümunəsindəki cümlə üzvləri haqqında doğru fikir. Təyin fe'li sifətlə ifadə olunub. Doğru fikir istəyirsə, bunu götürə bilmərəm. Çünki təyinimiz yadınızda saxlayın. Fe'li sifət tərkibi hər zaman budur. Fe'li bağlamada çox görməmişəm. Amma fe'li sifət və fe'li sifət tərkibini hər zaman dim soruşur. Fe'li sifət ayrı şeydir. Fe'li sifət tərkibi ayrı şeydir. Sən fe'li sifət tərkibinə, yəni birləşməyə, tərkib əmələ gətirmiş fe'li sifətə sadəcə fe'li sifət desən, bu yanlış götürüləcək. Məsəl üçün, fe'li sifət budur. Oxuyan. Oxuyan sözü fe'li sifətdir. Amma desəm ki, gözəl oxuyan. Gözəl oxuyan. Bu gözəl sözün tərkibini alır. Fe'li sifət tərkibi sayılır. Sən buna sadəcə fe'li sifət desən, yanlış götürüləcək əlbəttə ki. Olmaz. Ona görə nə edirik? Belə məqamlarda diqqətli oluruq. Nə deyir bizə? Deməli, baxaq. Hə, fe'li sifətlə ifadə olunub. Fe'li sifətlə yox, sahə nəzarətçisinə edilən bütövlükdə fe'li sifət tərkibi ilə ifadə olunub. A variantı səhvdir, gedir. Sonra B-də. İkinci dərəcəli üzvlərin hər üçü işlənib. İkinci dərəcəli üzvlərimiz təyin, tamamlıq, bir də zərflikdir. Burada təyin var, zərflik var, amma tamamlıq yoxdur.
gedir. Zərfliklərin ikisi də söz birləşməsi ilə ifadə olunub. Zərfliklərimiz var burada, məsəl üçün, ilin sonu yaxınlaşanda bir də tez-tez. İlin sonu yaxınlaşanda düzdür, feili birləşmədir, söz birləşməsidir. Amma tez-tez birləşmə deyil axı, sadəcə mürəkkəb sözdür. Ona görə C də səhvdir. İki cümlə üzvü söz birləşməsi ilə ifadə olunub. Bu doğrudur. Sahə nəzarətçisinə edilən feil-sifət tərkibi təyin, ilin sonu yaxınlaşanda zərflik, bu da feili bağlama tərkibi ilə ifadə olunub. Söz birləşməsi də hər ikisi D variantı düzgün cavabımızdır. İsim birləşmə ilə ifadə olunan tamamlıq var. Xeyr, cümlədə ümumiyyətlə tamamlıq yoxdur, gedə gedir. Olur D. 8-də feilin təsriflənməyən formalarına əsasən ardıcılığı müəyyən edin. Bu dünya nərdivandır, qalxanda mehribandır. Qalxanda, anda əndə şəkilçisi, feili bağlama. Birinci gəlir feili bağlama, yəni daha doğrusu bunu ikinci qoymalıyam. Bizə birinci feili sifət olan lazımdır. Ardıcılıq belə gedir. Yaşamaq yanmaqdır. Yaşamaq, yanmaq, bunlar olur məsdər. Deməli, belə deyim. Buradakı ardıcılığa görə gedəcəm də. Bu yaşamaq, yanmaq məsdərdir. Nərgiz gələn qonaqları, gələn anən feil sifət şəkilçisidir. Deməli, indi nə edirik? Feil sifətsə, birinci gələn feil sifətsə, birinci 3-ü qoyuruq. 3 olmayan variantları ataq, getdi. Sonra ikinci gələn maqmək, daha doğrusu bizdən ikinci feili bağlamanı istəyirsə, feili bağlama 1-də idi. İkinci 1 gəlir. Bu da getdi, cavabımız oldu B variantı. Üçüncü də məsdər qoyub, üçüncü də deməli burada 2-dədir. Yanmaq, yaşamaq sözlərində maqmək məsdər. Bu da ən axırda gələcək B variantı. 9-cu sualda Eylerven diaqramına əsasən altına xətt çəkilmiş sözlərin fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Şadlığından alışıb yandı Nizami, dedi ki, gözüm aydın, gözümə surəti canan görünür. Ey Füzuli, axirət mülkündə lazımdır səfər, mülkünə lazımdır səfər, böylə fariq deməli, təqvadən mühəyyə qıl məta. Yarımçıq verilib səhvim yoxdursa bu. Nəsə, baxaq. Deməli, bizdən nə istəyir? Düzgün fikirləri istəyir. Diaqramda fikirləri özü verib. Deməli, deyilişi ilə yazılışı fərqlənmir. Altına xətt çəkilmiş sözlər istəyir zaten sadəcə bizdən. Hamısını oxumaq heç lazım deyil. Nizami, burada da Füzuli. Deməli, deyilişi ilə yazılışı fərqlənmir. Düzdür, Nizami sözünün yazılışı və deyilişi fərqlənmir. Lakin, baxın, bizdə ortaq cərgəsi də var. Diaqram suallarında, sxem suallarında hər zaman ortağa fikir verin. Bəzən sizə tək birinə aid düzgün olan fikir verər, bir tərəfə verər düzgün fikri. Amma əslində o fikir hər ikisinə aid düzgün fikir olar. Yəni, ortağa verməli olan şeyi sadəcə birinə versə, siz bunu yanlış götürürsünüz. Deyilişi ilə yazılışı fərqlənmir, bu Nizamiyə aid düzgün fikirdir. Amma Füzulinin də deyilişi və yazılışı fərqlənmir axı. Sən niyə onun haqqına girirsən? Bunu ortağa verməliydin. Deməli, yalnız birinə aid eləmirsən deyə bir səhvdir. Samitlərin hamısı cingiltilidir. Nizami sözündə düzdür. Samitlərin hamısı cingiltilidir. İkini götürə bilərsən. Lakin Füzuli sözündə məsəl üçün elə deyil. F kardır. İkini götürdün. Sonra ahəng qanununa tabe deyil. Nizami sözü də, Füzuli sözü də hər ikisi ahəng qanununa tabe deyil. Düzdür. Üçü də götürürsən. Çünki həm incə, həm də qalın sait işlənib. 2-3. Tərkibində uzanan sait var. Nizami sözündə uzanan sait var. Nizami. Amma Füzuli sözündə də var axı. Füzuli. O uzanır axı. Hər ikisinə aiddir deyə 4 də səhv gedir. Gedir. Ortağa verməli idi çünki ortağa verməyib gedir. İncə saitlərdən biri dodaqlanandı. Nizami sözündə, daha doğrusu bunu Füzuli sözünə aid eləyib. Füzuli sözündə, bəli, incə saitlərdən biri yox amma. İkisi dodaqlan. Yox. Mən ikisi deyirəm. Qapalı oxudum onu. Qapalı algıladım daha doğrusu. İncə saitlərdən biri dodaqlananda, düzdür. Üz saiti incədir və dodaqlananda. Amma Nizami sözündə elə bir şey yoxdur məsəl üçün. Yalnız birinə aid eləyib, bu da düzgündür. 2, 3, 5 götürürsən, cavabın olur C variantı. 10-cu sualda. Əlavələrin aid olduğu cümlə üzvlərinə görə düzgün ardıcılığı müəyyən edin. Birdən Bəhram zirək gənc diqqətimi cəlb etdi. Deməli, diqqətimi cəlb etdi. Kim? Bəhram. Kim? Gənc. Deməli, burada nəyin əlavəsi işləndi? Hansı cümlə üzvünün sualını 2 dəfə verdinsə, deməli, onun əlavəsi. Bunun ən rahat yolu budur. Bundan asanı yoxdur. Kim? Bəhram. Kim? Gənc. Kim nəyin sualıdır? Mübtədanın. 2 dəfə verdin sualı, deməli, mübtədanın əlavəsi var. Birinci gəlir mübtəda, yəni 2. Lap uzaqdakı kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. Quruldaşırdı nə qurbağalar? Harada? Gölməçələrdə. Hansı gölməçələrdə? Kəndin kənarındakı. Hansı gölməçələrdə?
uzaqdakı. Hansı, hansı? 2 dəfə hansı sualını verdim. Nəyin sualdır? Hansı cümlə özünün sualdır? Təyinin. Deməli, burada təyinin əlavəsi var. 3. Sonra, sona ömür gün yoldaşının sevincinə fərəhləndikcə içinə bir rahatlıq tapır, bəxtiyarlıq duyurdu. Rahatlıq tapırdı, bəxtiyarlıq duyurdu. Nə edirdi? Rahatlıq tapırdı, nə edirdi? Bəxtiyarlıq duyurdu. Nə edirdi sualını 2 dəfə verdim. Deməli, xəbərin əlavəsidir. Götürürsən 5. 2, 3, 5 olmayan variantları avtomatik ata bilərsən. A və C variantları arasında qalırsan. Tamamlığın əlavəsi. Baxaq indi. Onlar rayon mərkəzinə, xəstəxanaya deməli getdilər. Getdilər haraya? Rayon mərkəzinə. Haraya? Xəstəxanaya. Hansı cümlə özünün sualını 2 dəfə verdin? Haraya? Zərfliyin sualını, yer zərfliyin sualı. Deməli, burada zərfliyin əlavəsi var. 1. 5, 3, daha doğrusu 2, 3, 5, 1. Yəni cavabımız olur A variantı. Sonradakı nə deyir? Çingiz dönüb ətrafdakılara, yoldaşlarına nəzər yetirdi. Nəzər yetirdi kim? Çingiz. Daha doğrusu nəzər yetirdi kim? Çingiz. Hə. Kimə nəzər yetirdi? Ətrafdakılara. Kimə nəzər yetirdi? Yoldaşlarına. Kimə? Kimə? 2 dəfə hansı cümlə özünün sualını verdin? Tamamlığın. Deməli, burada da tamamlığın əlavəsi var. Gəlir 4. 2, 3, 5, 1, 4. A variantı. Deməli, 11-ci sualda axsaqlardandır. Sözünün tərkibinə görə düzgün təhlili müəyyən edin. Sözün kökü axsamaqdır. Bir insan axsayır ki, biz onu axsaq adla adlandırırıq. Axsamaq sözün kökü. Q leksik. Yadda saxlayın. Axmaq sözü sadə sözdür hər məqamda. Axmaq sözü sadə sözdür, amma axsaq sözü düzəltmədir. Axsaq sözün kökü Q leksik, axsaqlar qrammatik, dan qrammatik, dır qrammatik. Kök 1 leksik, 3 qrammatik. A variantı. Sonra keçək 12-ci sualımıza. 12-ci sualımıza. Nümayəndəki əvəzliklər haqqında fikirlərdən hansı yanlışdır? Əvəzliklər deyirsə, əvəzlikləri tapaq çıxardaq birinci, sonra keçək variantlara. Özünü bilməyən, bilməz kimsəni, əyriyə əyilər, düzə əyilməz. Deməli, burada özünü bilmək, ümumiyyətlə, öz sözü nə götürülür burada? Təyin əvəzlik, bunu götürək. Bilməz kimsəni, kimsə qeyri-müəyyən əvəzlik, əyriyə əyilər, düzə əyilməz. Şahidim, vəkilim, hakimim, mən şəxs əvəzliyi. Qaçmaq mümkün müdür bu məhkəmədən? Bu işarə əvəzliyi. Deməli, bizdən yanlış fikir istəyirsə, əvəzliklərdən biri həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul edilib. Yadınızda saxlayın, həm mənsubiyyət, həm hal dedikdə çox vaxt həmin söz təsiri halda olur. Sözün sonu ını, ini, unu, ülü ilə bitibsə, ını, ini, unu, ünü. Belə 4 variantlı şəkildə yazdım. Əlbəttə ki, belə şəkil üçün normalda yoxdur. Asan olsun deyə deyirəm. Sözün sonu ını, ini, unu, ünü ilə bitibsə, bu zaman bu sözdə həm hal, həm də mənsubiyyət olmuş sayılır. Yəni, buradakı birinci I şəkilçisi mənsubiyyət, ikinci I şəkilçisi isə təsiri halının şəkilçisi sayılır. Bu qaydanı bir şablon olaraq beyninizdə tutun, çox işinizə yarayacaq. Yəni, bir də durub bir təhlil eləməyin də. Özünü, burada baxın, ünü ilə bitib. Özünü, ünü ilə bitibsə, deməli, burada həm hal, həm mənsubiyyət var. Həm mənsubiyyət şəkilçisi, həm də təsiri hal şəkilçisi var. Deməli, götürürsən, A variantı düzdür, gedir. Şəxs əvəzliyi baş üzv vəzifəsində işlənib. Şəxs əvəzliyi burada mən sözü idi. Şahidim, vəkilim, hakimim, mən. Deməli, düzdür, bəli. Mübtəda vəzifəsindədir. Şahidim kim? Mən. Vəkilim kim? Mən. Hakimim kim? Mən. Deməli, mübtəda vəzifəsindədir. Düzdür, baş üzvdür. Qeyri-müəyyən əvəzlik tamamlıq vəzifəsindədir. Bu da düz olmalıdır. Kimsəni. Özünü bilməyən bilməz kimsəni. Deməli, inversiyanı düzəldək birinci. İnversiyalı cümlələri həmişə düzəldib, sonra təhlil edin. Özünü bilməyən kimsəni bilməz. Bilməz kim? Özünü bilməyən. Kimi bilməz? Kimsəni. Kimsəni, kimi sualına cavab verdi. Cümlədə vasitəsiz tamamlıq oldu. Düzdür. Qeyri-müəyyən əvəzlik tamamlıqdır. Əvəzliklərin hamısı ismi əvəz etmişdir. Bu yanlış olacaq. Çünki bu məhkəmə, bu burada işarə əvəzliyidir və təyin vəzifəsindədir. Hansı məhkəmə? Bu məhkəmə. Hansı sualını verdiyinə görə deməli sifət əvəz eləyib. İsmi yox. D variantı yanlışdır. Şəxs əvəzliyi adlı haldadır. Düzdür. Şəxs əvəzlikləri zaten adlı halda olur. Başqa halda ola da bilər, amma çox vaxt olmur. Elə burada da adlı haldadır. Düzdür, gedirik. D variantı olur cavabımız. 13-də. Deməli, verilmiş nümunələrdə sifətin dərəcələrinin işlənmə ardıcıllığını müəyyən edin.
Üfüqdə birləşmiş kimi görünən dalğaların başı üstündə qara buludlar dolaşırdı. Qara, burada heç bir dərəcə göstəricisi olmadığına görə adi dərəcə. Birinci gəlir 1. 1 gəlməyənləri atırsan. Sonra gəlir o dümdüz yol. Dümdüz. Nədir? Dümdüz. Deməli, M+S samitlərinin köməyi ilə düzəlmiş, çoxaltma dərəcəsində olan morfoloji yolla yaranan çoxaltma dərəcəsində sifətdir. Çoxaltmadır bu. İkinci gəlir 3. Birdən sonra 3 gələndə cavabımız olur A variantı. Sonra kürün bozumtul, umtul şəkilçisi nə idi? Umtul şəkilçisi azaltma dərəcəsinin şəkilçisi idi. Umtul üstü 4 variantlı. Deməli, götürürsən bunu da azaltma dərəcəsinə 2 gəlir. 1, 3, 2, yəni A variantı olur cavabın. Hansı cümlələrdə uzlaşma əlaqəsi var? Uzlaşma əlaqəsi. Uzlaşma əlaqəsi bilirsiniz, mübtəda və xəbər arasında olur. Baxaq, onun məqsədi güya öyrənməkdir. Öyrənməkdir. Nə? Onun məqsədi. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var. Biri götürürsən. Ailə. Axı getməli oldular. Getməli oldular. Burada heç mübtəda yoxdur. Ailə xitabdır. Bunu cümlə üzvü saya bilmərsən. Axı köməkçi nitq hissəsidir. Bunu da cümlə üzvü saymırsan. Burada sadəcə xəbər var. Yadınızda saxlayın. Uzlaşma əlaqəsi mübtəda və xəbər arasında olur. Burada mübtəda olmadığına görə nə edirsən? Atırsan. Əlbəttə, Əli bilməli idi. Bilməli idi. Kim? Əli. Mübtədada var, xəbərdə var. Arasında uzlaşma əlaqəsi olur. 3. Zənnimcə az deyil. Az deyil, sadəcə xəbər kimi gedir. Zənnimcə modal sözdür. Cümlə üzvü kimi, yəni ara sözdür. Təhlil eləmirsən. Bu da gedir. Mübtəda yoxdur. Sizcə soruşacaqlar. Soruşacaqlar xəbərdir. Sizcə modal sözdür. Təhlil olunmur. Burada da mübtəda olmadığına görə bu da gedir. Bəlkə də Nuray razılaşdı. Razılaşdı kim? Nuray. Həm mübtəda var, həm də xəbər var. Deməli, nə olur? Uzlaşma əlaqəsi. 1, 3, 6 cavabın olur Y variantı. Uzlaşma əlaqəsi haçan olurmuş? Cümlədə mübtəda və xəbər olduqda. 15-ci sualda mərci sözü ilə bağlı səhv fikir. Bu sual topluya da salınıb səhvim yoxdursa. Yanlış xatırlamıramsa topluda da olmalı bu sual. 2020-nin qəbul sualı. Mərci sözü ilə bağlı səhv fikri müəyyən edin. Mərci sözünün antonimi yoxdur. Düz deyəm. Mərciyə nə antonim tapasan? Amonimi vardır. Xeyr, mərci sözünün amonimi yoxdur. Həm leksik, həm də qrammatik mənası var. Bəli, düzdür. Yox, amonimi vardır deyir. Amonimi vardır deyirsə, deməli səhv deyirdi. Elə B variantı yanlış olur. Bizdən yanlış istəyirdi. Bu da yanlışdır. Amonimi yoxdur ki. Həm leksik, həm qrammatik mənası var. Düzdür. Mərci nə? Mərci isimdir. Əsas nitq hissələrinin hamısında həm leksik, həm qrammatik mənası var. Düzdür, gedir. Paxıllar fəsiləsindən olan dənli bitkidir. Düzdür. Çoxmənalı söz deyil. Düzdür. Məcazi mənada işləmir. Cavabın olur B variantı. 16-cı sualda alim tanıyıram ki, öz ömrünü ancaq elmi araşdırmalara həsr edib. Deməli, birinci cümləni təhlil eləsək, ki ilə bağlanıb cümlə. Əgər ki bağlayıcısı ilə bağlanıbsa, bu zaman cümlənin sxemi baş budaq sxemi, daha doğrusu sxemi tərs çəkdim, baş budaq sxeminə tabidir cümlə. Yadınızda saxlayın. İndi baxaq. Bizdən səhv istəyir. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb, düzdür. Budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanıb, tabiilik bağlayıcısı ilə. Baş cümlədə ikinci dərəcəli üzv işlənmişdir. Baş cümləmiz birinci cümlədir. Alim tanıyıram. Tanıyıram. Kim? Bax, yadınızda saxlayın. Çox uşaq bunu səhv təhlil edib. Tanıyıram. Kim? Mən. Kimi tanıyıram? Həmişə demişəm. Feilin yanında gəlib nə sualına cavab verən, kim sualına cavab verən sözlərə bir də kimi, nəyi suallarını verməyə cəhd eləyin. Kimi tanıyıram? Alimi. Kimi? Nə oldu? Tamamlıq. Təsrih haldadır, qeyri-müəyyən təsrih halda. Deməli, baş cümlədə ikinci dərəcəli üzv işlənib. Düzdür, gedir. Baş cümlənin mübtədası isimlə ifadə olunub. Xeyr, baş cümlənin mübtədası ümumiyyətlə cümlənin tərkibində yoxdur. C variantı yanlışdır. Budaq cümlədə 2 dənə tamamlıq işlənib. Budaq cümlə ikinci cümləmiz. Həsr edib kimi yoxdur. Nəyə həsr edib? Elmi araşdırmalara. Necə araşdırmalara? Elmi, nəyi, ömrünü. Nəyi? Öz ömrünü daha doğrusu. Cümlədə birinci tamamlığımız öz ömrünü, ikinci tamamlığımız araşdırmalara sözlərdir. Bəli, 2 dənə tamamlıq işlənib, düzdür. Baş budaq sxeminə uyğundur, düzdür. Gedir, cavabımız olur C variantı. Hansı cümlədə vasitəsiz nitqə aid cümlənin xəbəri feilin əmr şəklindədir? Vasitəsiz nitqə aid cümlənin xəbəri feilin əmr şəklində. Vasitəsiz nitq bilirsiniz də, dırnaq içində olur.
Deməli, dırnaq içində olan cümlələrə baxacaqsınız yalnız. A variantında dırnaq içi, ay qız, nədir adın? Burada əmr şəkli deyirsə, feilin əmr şəkli feildə olmalıdır da. A variantındakı dırnaq içində verilən cümlədə heç feil yoxdur. Deməli, A variantı gedir. Mən oxudum gözlərindən. Bura baxırıq dırnaq içinə. Şair, nə tez qocaldın sən? Burada qocaldın sözü qoca sözün kökü feilimizdir. Əlbəttə ki, feil üzərində işləməlisən. L leksik. Qocaldın, sən qocaldın, keçmiş zamanda. D keçmiş zaman şəkilçisi qrammatik, N da şəxs sonluğu. Zaman varsa, deməli xəbər şəklindədir, əmr deyil. Bu da gedir. Əbədi səs gəlir o türbələrdən. Deməli, dırnaq içinə baxırıq, var olsun, azadlıq, var olsun, bahar. Deməli, var olsun, xəbərlərimiz var olsun, var olsun. 2 dənədir. Burada da ki, var olsun. Birinci sözümüz var. Mürəkkəb, əmr şəklində olan feildir. Var, olsundakı əmr şəklinin şəxs sonluğudur. Bu birisi də həmçinin eyni şəkildə təhlil olunur. Var olsun, nə etsin? Əmr şəklində C variantı. D variantında sevgilim gəlirmi ora? Burada gəlirmi feilimizdir. Gəl sözün kökü ir indiki zaman şəkilçisi deməli mü sual ədatı. Ir indiki zaman şəkilçisi var deyə bu da olur. Xəbər şəklində gedir. Nə böyük hikmətlər də demiş babalar, hər şey öz suyunu ürəkdən içər. Deməli, içər olacaq feilimiz, iç sözün kökü qeyri qət gələcək zaman şəkilçisi zaman olduğuna görə bu da həmçinin xəbər şəklində sayılır. Cavabımız olur C variantı. O birisi sual 18-ci sualımızda üslub istəyir bizdən. Üslubu uyğunlaşdırma. Buraxılış imtahanlarına düşmür əlbəttə ki, amma blok imtahanlarına üslub demək olar ki, hər dəfə düşür. Baxaq indi. Demək olar ki, yəni hər dəfə düşür. Deməli, bədii üslub, elmi üslub, rəsmi işgüzar üslub. AMİA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun akt zalında Xocalı soyqırımının il dönümünə həsr olunmuş anım mərasimi keçirildi. Deməli, burada baxaq, hansına aid ola bilər bu? Bu aid olar əlbəttə ki, rəsmi işgüzara aid deyil, xeyr. Elmiyə də aid deyil, bədiyyə də aid deyil. Bu publisistik üslubdadır. Yəni xəbərlərdə eşitdiyin bir şey publisistik, qəzetdə, xəbərdə eşitdiyin şey bu publisistik üslub sayılır. Amma burada publisistik vermədiyinə görə A heç birinə getmir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bu, deməli, gedəcək rəsmi işgüzar üsluba. Çünki dövlətdən, dövlət sərəncamından, qanunundan danışırsa, bu olacaq rəsmi işgüzar üslub. 3-ə B. Uyğunlaşdıraq, 1, 2, 3 qoyaq. 3-ə götürək B-ni. 3-ə B olmayan variantları atanda avtomatik 3 dənə variantımız gedir. B və C variantları qalır. Deməli, mübtəda və xəbər cümlənin qrammatik əsasını təşkil eləyir. Bu, əlbəttə ki, elmi üsluba aiddir. Elmi üslub, yəni dərslik dildir, dərsdir bu. Elmi üsluba gedəcək. 2-yə götürürsən C-ni. Deməli, 2-yə C verməyəndə atanda B variantı da gedir. Qalır cavabımız C variantı. O birisində birgə yaşayış sayəsində biosionuzu təşkil edən ayrı-ayrı növlərə məxsus populyasiyalar arasında müəyyən münasibətlər formalaşır. Yəni, bu biologiya olmalıdır. Biologiya fənninin dilidir bu da. Yenə bir fənn dərslik dili olduğuna görə bu da gedir 2-yə. 2-yə C, D yazırsan. 3-ə B. Telefonda soyuq danışıq. Soyuq danışıq nədir? Məcazi mənalı ifadə. Eşidəndə anladı ki, xəttin o biri başı, xəttin başı. Çox mənalı söz, məcazi mənalı ifadə. Rəhim xan deyil, həm də onun gizli günahlarla dolu keçmişidir. Gizli günahlarla dolu keçmiş falan obrazlıqdır, məcazilikdir. Bunlar varsa, çox mənalılığından sözlərin istifadə, məcazi, poetik funksiyalı sözlər bədii üsluba girir. Bu da gedir 1-ə, 1-ə Y, 2-ə C, 3-ə B, cavabımız olur C variantı. 19-da, deməli, zərfin quruluşca hər üç növünə aid nümunə hansı cümlədədir? Quruluşsa deyir, mənaca demir. Quruluşca hər üç növ deyirsə, baxaq. Çoxdan Rus teatrında çalışan aktrisa indi birdən-birə səhnədə Azərbaycan dilində danışırdı. Danışırdı kim? Aktrisa. Hansı aktrisa? Nəsə təhlil eləməyək. Çoxdan çalışan. Nə zaman? Çoxdan. Bu olur, deməli, zaman zərfliyimiz. Quruluşca da çox sözün kökü, dan, leksik. Quruluşca düzəltmədir. Digər burada var indi, zaman zərfliyidir. Quruluşca sadədir.
Burada var birdən birə, necə, nə tərzdə, tərz hərəkət zərfliyi idi. 2 dənə kök olduğuna görə bu da sayılır quruluşca mürəkkəb. Deməli, sadə də var, düzəltmə də var, mürəkkəb də var, olur A variantı. 20-ci sualda cədvələ əsasən uyğunluğu müəyyən edin. Hadisələr eyni zamanda, bu düşmür indi hal-hazırda proqramdan çıxarılıb deyə bu sualı izah eləməyəcəm. Çünki bu tabisi mürəkkəb cümlənin arasındakı məna əlaqəsinə aiddir. O da hal-hazırda cari ilimizdə, yəni proqramdan çıxarılmış bir mövzudur, ona görə izah eləmirəm. Bəndin neçənci misralarında xəbər şəklində olan feil işlənib 21-ci sualda. Badi sabah söylə mənim yarıma. Xəbər şəklində olan feil, xəbər şəkli bilirsiniz də, feilin zamanlarıdır. Zamanlar dedikdə də indiki zaman, ır şəkilçisi, ır, ir, urur. Keçmiş zaman, ıb şəkilçisi, ıb, ib, ub, üb və ya dı şəkilçisi, dı, di, du, dü və ya mış şəkilçisi, mış, miş, muş, müş. Sonra bir də gələcək zaman dedikdə də ar, ər, qeyri-qəti gələcək zaman şəkilçisi, acaq, əcək olacaq, qəti gələcək zaman şəkilçisi. Xəbər şəkli dedikdə sən avtomatik zamanlara baxırsan. Badi səba söylə mənim yarıma, burada yoxdur. Gözəllər çıxıbdır seyranə gəlsin. Çıxıbdır, ıb şəkilçisi nə idi? Burada yazmışdıq. Keçmiş zaman şəkilçisi, deməli xəbər şəklindədir. 2-də var. Təğafül etməsin işrət çağıdır. Təğafül etməsin, bu əmr şəklidir, gedir. 1-də yoxdur, 3-də yoxdur. İçilir hər yerdə peymanə gəlsin. Gəlsin əmr şəklindədir, amma içilir sözü var burada. İç sözün kökü illeksik, ir indiki zaman şəkilçisi qrammatik. İndiki zamanda olduğuna görə bu da xəbər şəklidir. 2 və 4-cü misralarda var, yəni D variantı. 22. Hansı cümlə zərflik, mübtəda, tamamlıq xəbər sxeminə uyğundur? Zərflik mübtəda, tamamlıq xəbər. Dünənki hadisə ona pis təsir etmişdi. Təsir etmişdi necə, nə tərzdə? Pis. Kimə? Ona. Dəqiqə bir də yazaq. Bilinmir burada nə yazdıq. Təsir etmişdi necə, nə tərzdə? Pis. Kimə? Ona. Tamamlıq. Nə? Hadisə, mübtəda. Hansı hadisə? Dünənki. Təyin, mübtəda, tamamlıq, zərflik xəbər oldu. Gedir. Bizdən zərfliklə başlayan cümləni istəyir. Leyla səhər işə tələsdiyindən, Qulamı, buranı silək ki, aşağını rahat təhlil edək. Leyla səhər işə tələsdiyindən Qulamı şirin yuxudan qoyub getdi. Deməli, getdi, kim? Leyla. Deməli, necə, nə tərzdə getdi? Qulamı şirin yuxuda qoyub getdi. Necə, nə tərzdə olur zərflik? Nə səbəbdən? Səhər işə tələsdiyində. Bu da olur. Səhər işə tələsdiyindən Qulamı, yox, səhər işə tələsdiyindən ayrıca təhlil olunmur. Bir dəqiqə, estağfurullah. Xəbərlə əlaqəyə ayrıca girməyəcək. Səhər işə tələsdiyindən Qulamı şirin yuxuda qoyub getdi. Bütövlükdə olacaq zərflik. Səbəb zərfliyi. Yox, estağfurullah, tərz hərəkət zərfliyi. Bütövlükdə tərz hərəkət zərfliyi. Getdi xəbər. Mübtəda zərflik xəbərdir. B variantda gedir. C-də mən hər nə yazılıb? Mən hər ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi. Cavab verdi kim? Nəsrəddin. Necə, nə tərzdə? Bir ədib kimi. Nə zaman cavab verdi? Mən hər ağrılardan şikayət edəndə. Deməli, zərflik, mübtəda, zərflik xəbərdir. Bu da getdi. Dünən imtahanların nəticələri qəzetdə elan edildi. Təhlil eləyək. Deməli, elan edildi, xəbər. Bir dəqiqə, hara getdi bu? Elan edildi, xəbər. Nədə? Qəzetdə. Nə? İmtahanların nəticələri. Nə zaman? Dünən. Deməli, zərflik, mübtəda, tamamlıq, xəbər. Cavabımız olur D variantı. Baş-başa vermiş ağacların arasında heç kəs görünmürdü. Görünmürdü kim? Heç kəs. Harada? Ağacların arasında. Hansı ağacların baş-başa vermiş? Burada da tamamlıq yoxdur. Ona görə Y variantında atırsan, cavabın olur D variantı. 23-də bağlayıcı söz işlənmiş tabeli mürəkkəb cümlələri müəyyən edin. Bağlayıcı söz bilirsiniz, əvəzliklərlə ifadə olunur əsasən. Yəni, məsəl üçün, kim ki, nə ki, nə qədər ki, məsəl üçün, bu tip, yəni sual əvəzlikləri plus ki, sual əvəzlikləri plus ki, ədatı. Sonra bir də ki, belə ola bilər. Məsəl üçün, hara gedir, ora, hara, ora. Mən bunu uşaqlara sual-cavab şəklində öyrətmişəm. Yəni, bir də sual-cavab olanlar. Sual-cavab deyirik biz buna.
sual cavablar. Yəni hara istəyir, ora getsin. Hara, ora. Nə qədər istəyir, o qədər götürsün. Nə qədər, o qədər. Bu tip olanlar. Kim ki öyrənməyi ar bilir, ar bilmir, o istədiyinə nail olar. Kim ki. Elə bayaq dediyim, bax, sual əvəzliyi plus ki. Deməli, burada var bağlayıcı söz. Biri götürürsən. Sonra o birisində İkincidə pislik niyə edirsiniz axı? Pislik görərsiniz. Burada yoxdur. Burada niyə var sual əvəzliyi? Nə özündən sonra ki gəlib, nə də ki sual cavab şəklində, nə də ki bunun cavabı verilir bu tərəfdə. Deməli bunu bağlayıcı söz kimi götürmürsən. Nə tökərsən aşına, o da çıxar başına. Bax, nəyi töksən, onu alarsan. Nə o? Deməli sual cavabdır. 3-ü götürürsən. Həm də 2 artıra bilirik. Nə ki tökərsən aşına, o da çıxar qarşına. Akif hiss elədi ki, atasının ona hörməti artıb. Xeyr, burada nə sual əvəzliyi var, nə sual cavab şəklindədir. Bu ki ilə bağlanıb. Bu da ki sadəcə bağlayıcıdır. Bağlayıcı söz sayılmır. 5-də hara ata məhəbbəti ilə bəzənibsə ora gözəldir. Bax, hara, ora. Sual cavabdır bu da. 5-i də götürürsən. Bir dəqiqə. 5-i də götürürsən, olur cavabımız 1, 3 və 5. Birinci, üçüncü, 5-ci variantlar. 23-də sinifdəki gərginlik S ilə çalışmağımıza mane olurdu. Nümunəsindəki sözlərlə bağlı düzgün fikirləri müəyyən edin. Deməli, mane olurdu. Baxaq. Nə, gərginlik, nəyə, S ilə çalışmağımıza, hansı gərginlik sinifdəki? Sinifdəki isimdən düzələn yer zərfidir. Xeyr, sifət deyə bu. Hansı gərginlik sinifdəki? Hansı sualını versən, nə zərf? İsimdən düzəlib, amma sifətdir, zərf deyil. Bir səhvdir, bizdən düzgünləri istəyir, biri atıram. 2-də gərginlik düzəltmə sifətdən yaranmış isimdir. Düzdür bu. Gərginlik sözünün təhlili belə olur. Gər sözün gərmək feili, gərgin leksik sifət, gərginlik leksik isim. Gərgin düzəltmə sifətdən yaranmış isimdir. Düzdür, gərginlik nə? Gərginlik. 2-ni götürürsən. Səy isimlə qoşmadır. Xeyr, səylə bütövlükdə zərf gedir burada. Səylə necə, nə tərzdə? Səylə. Düzgün deyil. Lə burada səy isim deyə isim olmağına. Amma lə orada leksik şəkilçidir. Zərf düzəldən leksik şəkilçi. Qoşma deyil. 3-ü atırsan gedir. 4-də çalışmağımıza nə deyir? Çalışmağımıza mənsubiyyət və hal şəkilçili düzəltmə feildir. Düzdür. Maqmək məstərdir. Amma bizdən düzəltmə feildir deyir. Düzəltmə feil deyil, axı bu sadə feil. Necə düzgün ola bilər ki? Hal və mənsubiyyət şəkilçisi var feildir, amma düzəltmə deyil. Çalış sözün kökü maq qrammatik, ımız qrammatik, a qrammatik. Bu da gedir. Düzəltmə deyil. Mane olurdu, xəbər şəklində idi hissəci ilə işlənmiş feildir. Düzdür. Xəbər şəklindədir. Yəni zamandır. Ur indiki zaman şəkilçisi du idi hissəciyə. İndiki zamandadır, du da idi hissəci idi. 5-də düzdür götürürsən. Cavabın olur 2 və 5. 2, 5. 25-ci sualda hansı cümlələrdə həm yəqinlik, həm də güman şübhə bildirən modal söz var? Yadda saxlayın, yəqinlik bildirən modal söz təsdiq bildirən modal söz deməkdir. Hansı ki, şübhəsiz ki, doğrudan da, həqiqətən də, şəksiz, şübhəsiz bu tip sözlərimiz yəqinlik bildirənlərdir. İndi bizə deyir, həm yəqinlik, həm də güman şübhə olsun. Baxaq. Yəqin mənim sözlərimi ümumiyyətlə qulaq ardına vurursan. Ümumiyyətlə nəticə bildirən modal sözdür. Yəqin də ki, deməli, güman şübhə bildirən modal sözdür. Burada deməli, yəqinlik bildirən, yəni təsdiq bildirən modal söz yoxdur. Bir gedir. Bəlkə pulun oğurlanmasından doğrudan da əmingilin xəbəri yoxdur. Bəlkə var burada. Bəlkə varsa, bu sayılır güman şübhə bildirən. 2-ni götürürsən. Doğrudan da var, bu da təsdiq bildirən, yəni yəqinlik bildirən modal sözdür. 2-ni götürdün. Həm güman şübhə, həm də yəqinlik, yəni təsdiq bildirən modal söz var. Sonra o birisində doğrudur. Rəqibinin kürəyini müəyyən qədər yerdə saxlamışdı və nəhayət qələbə qazandı. Doğrudur, deməli burada doğrudur, düzdür. Bunlar təsdiq bildirən modal sözlərdir. Yəni, yəqinlik bildirən modal sözlərdir. Nəhayətdəki nəticə bildirən modal sözdür, ümumiləşdirmə bildirən modal sözdür. Amma güman şübhə bildirən yoxdur. Ona görə 3-ü də atırsan. 4-də nə deyir? Doğrusu Gülüdən xoşum gəlmədi. Görünür, o da bunu anlamışdı. Doğrusu, deməli, təsdiq bildirən modal sözdür, yəqinlik bildirən modal sözdür. Güldən xoşum görünür, bu da yəqinlik bildirən, daha doğrusu güman şübhə bildirən modal sözdür. Deməli, burada həm yəqinlik, yəni təsdiq bildirən var, doğrusu. Həm də güman şübhə bildirən var, görünür. 2 və 4-ü götürürsən, cavabın olur 2 və 4 də ilə.
Sonra 26-cı sualda nümunəyə əsaslanaraq cədvəldəki doğru fikirləri müəyyən edin. Şəhər kənarında gəzərkən sinif yoldaşım Zaurla rastlaşdım. Bir dəqiqə. Hə. Deməli, baxaq. Həm təsriflənən, həm də təsriflənməyən feil işlənib, doğruya verib. Düzdür, rastlaşdım təsriflənən feildir, xəbər şəklindədir. Gəzərkən feili bağlamadı. Bu da deməli təsriflənməyən feildir. Bir düzgündür, götürürsən. Nümunədəki bütün nitq hissələrinin həm leksik, həm də qrammatik, həm qrammatik mənası olanlar əsas nitq hissələrdir. Əgər köməkçi nitq hissəsi varsa, onun deməli əsas, daha doğrusu leksik mənası ola bilməz. Şəhər kənarında gəzərkən sinif yoldaşım Zaurla. Zaur sözün kökü, la burada nədir? Qoşma. Qoşma nədir? Köməkçi nitq hissəsi. Köməkçi nitq hissəsinin leksik mənası ola bilərmi? Yox. Bizə deyir ki, bütün nitq hissələrinin həm leksik, həm qrammatik mənası var, səhvdir. Qoşmanın leksik mənası yoxdur. 2 gedir. Feillər qayıdış növdədir. Xeyr, burada feillər biri gəzərkən sözüdür, məlum növdədir. Çünki quruluşca sadədir. Quruluşca sadə söz olanda bilirsiniz, avtomatik məlum növdə olur. Rastlaşdım, bu da quruluşca düzəltmədir. Rast sözün kökü laş, leksikdir, qrammatik, müqrammatik. Amma növ kimi məlum növ sayılır. Çünki növ şəkilçisi yoxdur. 3 də gedir, səhvdir. Yanlış olanları götürməliyik. Nümunədə isim birləşmə işlənmişdir. İsim birləşmə, məsəl üçün sinif yoldaşım götürə bilərəm. Sinif yoldaşım ikinci növ təyini söz birləşməsi sayılır və biz bunu isim birləşmə kimi götürə bilərik. Bu doğru fikirdir. Doğrunu yanlışa verib deyə götürə bilmərəm. Yanlışa yanlış olmalıdır. Mənsubiyə şəkilçisi qəbul etmiş sözlər işlənmişdir. Mənsubiyə şəkilçisi qəbul etmiş söz, bəli, yoldaşım sözü var. Sonra şəhər kənarında, kənarı sözü var. Bunlar artıq mənsubiyə şəkilçili sözlərdir. İşlənib, amma yanlışa verib. Doğrunu yanlışa verməyi səhvdir, gedir. 6-da da deyir ki, nümunədə işlənən feillər quruluşca düzəltmədir. Bu, məsəl üçün, feillər dediyinə görə yanlışdır. Feillər dediyinə görə yanlışdır. Çünki rastlaşdım sözü düzdür, düzəltmədir. Amma gəzərkən sözü sadədir axı. Bir dənə düzəltmə feil var, feillər deyə bilməz. 6 yanlışdır, yanlışa yanlış verib deyə 6-nı da götürürəm. Yəni cavabımız olur. Bir dəqiqə. Deməli, cavabımız olur 1 və 6. Düzdürmü? Bu da belə. Keçək ən axırıncı sualımız, yəni 27-ci sualımıza. Qrammatik normanın pozulması ilə bağlı uyğunluğu müəyyən edin. Qrammatik normanın pozulması ilə bağlı uyğunluq. Deməli, baxaq. Söz sırasının pozulmasına görə, deməli, şəkilçilərin ardıcıllığının gözlənilməməsinə görə, mübtəda ilə xəbər arasında uzlaşmanın pozulmasına görə. Aha. Deməli, söz sırasının pozulmasına görə üfüqə baş qoyur mürgülü günəş. Üfüqə baş qoyur mürgülü günəş yox. Mürgülü günəş üfüqə baş qoyur. Normalda belə olmalı idi cümlə. Cümlə üzvləri yerin dəyişib, nə bilim, tamamlıq o tərəfə keçib, xəbər əvvələ keçib, mübtəda axıra gəlib. Ona görə burada söz sırasının pozulması, yəni inversiyaya görə qrammatik norma pozulub. 1-ə A-nı götürürsən. Onlar vətən uğrunda canlarından keçmişlərdir. Keçmişlərdir yox. Keçmişlərdir. Burada keçmişdirlər olmalıdır. Dir əvvələ gəlməlidir. Keçmişdirlər. Belə olmalıdır. Keçmişdirlər. Yəni, burada artıq şəkilçilərin ardıcıllığının pozulmasına görə qrammatik norma pozulub. 2-yə götürürsən B-ni. Sonra, hər üçü birdən cavab verdilər. Xeyr, əgər hər üçü, baxın, təkdə verib. Mübtədamız təkdədirsə, xəbər də təkdə olmalıdır. Hər üçü birdən cavab verdi olmalıydı. Burada da qrammatik norma mübtəda və xəbər arasındakı uzlaşmanın pozulmasına görə pozulub. 3-ə C-ni götürürsən. Dalğalar hey təlakümlə çırpınırdı. Dalğalar çırpınırdı. Burada heç bir norma pozulmayıb. Yəni, qrammatik normada həmçinin pozulmayıb. Ona görə gedir. Təlatümlə, daha doğrusu təlaküm nə idi? D variantı gedir. Heç bir norma pozulmayıb. Həmçinin qrammatik heç birinə aid olmayacaq. Eşit harayımı ay mehribanım. Eşit harayımı ay mehribanım. Burada da həmçinin söz sırasının pozulmasına görə deməli, qrammatik norma pozulub. Harayımı eşit olmalıydı. Bu əvvələ gəlməli idi. Bu ondan sonra verməli idi. Cümlə üzvlərinin yeri pozulub. Ona görə bunu da götürürsən 1-ə. 1-ə A-yı, 2-yə B, 3-ə C. Yəni cavabın olur belə. 1-ə A-yı, 2-yə B, 3-ə C. Всё, bu da belə. Situasiyası da buradadır. Yaza bilərsiniz situasiyanı. Zaten situasiyalar elə çətin olmur. Belə mən qrammatikanı izah elədim.